Bismillahirrahmanirrahim. Bir məsələyə toxunmaq istəyirəm. O da sosial media haqqındadır. Bəzi insanlar baxırsan ki, hətta maalesef bəzi müsəlmanları görürsən ki, sosial mediada hər bir şeylərini paylaşırlar. Hər bir şey. Nə yeyir, nə içir, hara gedir, hardan gəlir. Yəni və bunu da paylaşdıqda insanların bəzən həsədini, gözünü almış olurlar. Özləri də bilmədən. Və sonra isə baxırsan ki, həmin o sosial şəbəkələrdə xoşbəxt olan insanlar birdən-birə xəstələnir. Və ya birdən-birə böyük bir müsibətə düçar olur. Və ya xoşbəxt olan insan birdən-birə bədbəxt olur. Və bunun da səbəbinin hamısı, əsas səbəbi həsəddir. Uca Allah Quran-ı Kərimdə buyurur: "Və min şerri hasidin iza hasad." Həsəd edənin də həsədindən Allaha sığınır. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, göz dəyimi haqdır. Göz dəyimi haqdır, insanı qəbrə sala bilər, insanı öldürə bilər. Onun üçün bu məsələlər diqqət etmək lazımdır. Bir. İkincisi, sənin yediyin, içdiyin, gəzdiyin bir məsələlər məhrəm məsələlərdir. Və bu məhrəmiyyət qorunmalıdır. O məhrəmiyyəti hər kəs, hamı bilməməlidir. Sən nə edirsən, hara gedirsən, hardan gəlirsən, hara gəzirsən, nə yeyirsən, nə içirsən, bunlar sənə özəl olan şəxsi həyatındır. Və bu şəxsi həyatı yalnız yaxınlarınla paylaşa bilərsən. Cəmiyyətlə paylaşdıqda, bu biraz gözəl bir şəkildə görsənmir. Və İslami cəhətdən demək istəyirəm ki, bu həsədə yol açır. Həsədə yol açır. Paylaşmaq istəyirsənsə gözəl şeylər paylaş. İslami faydalar paylaş, Quran-ı Kərim ayətləri paylaş. Amma məsələn, mən bugün filan yeməyi yedim. Paylaşıb da nəyi, kimə nə demək istəyirsən ki? Və bu nə dərəcədə düzgündür? Və bu, İslamda belə bir qayda var, əl-murua. Əl-murua yaraşmır. Bir müsəlmana bu işlər yaraşmaz. Və bir müsəlmanın bunu etməsi, yenə deyirəm, həsədin və gözün özünə cəlb etməsindən başqa bir şey deyil. Və bir gün həmin insanlar böyük bir sıxıntı və müsibətin içinə girdikdə səbəblərdən də biri bunu axtarsın. Ona görə özünüzü qoruyun, ailənizi qoruyun, uşaqlarınızı hər yerdə paylaşmayın. Bəziləri baxsan görürsən uşaqlarını paylaşır. İnsanlar var ki, uşaq üzünə həsrətdirlər, uşaqları olmur, ailələri olmur. İnsanlar var ki, həmin yeməyi istəyir, yeyə bilmir, həkim icazə vermir. Və sən bunu paylaşdıqda həmin insanların istəməyə belə həsədinə məruz qala bilərsən. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə o uşaqları qorumaq üçün bu duanı öyrədib. U'idukə li kəlimətilləhi təmmə min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə. Allahım, həmçinin zərər vura bilən gözdən sənə sığınırıq. Uşaqlarımızı qoru, sən qoru, ya Rabbi. Və sən uşaqları sosial mediada göstərəndə bir də görsən uşaqlar xəstələnir. Niyə? Çünki göz, nəfs. Bunlardan uzaq olun. Və Fələq surəsini oxuyun. Baxın, görün orada nələr yazılır. Və min şerri hasidin iza hasad. Həsəd edənin həsədindən də Allaha sığın, uca Allah buyurur. Ona görə hər bir müsəlman sosial mediada paylaşdığına fikir verməlidir. Yalnız xeyirli şeyləri paylaşmalıdır. Heç kimə sənin yediyin, içdiyin, gəzdiyin məsələlər maraqlı deyil. İnsanlar bəziləri buna əl çatmır. Bəziləri sihhətli icazə vermir. Bəziləri maddi imkan icazə vermir. Və sən istər-istəməz o insanların da həsədini özünə cəlb etmiş olursan. Ona görə Allah bütün müsəlmanları qorusun, özünüzü qoruyun. Allaha sığının, həsəd edən həsədindən də Allaha sığının.